Kongo, Demokratik Kongo. Həm istəyirdim ki, Ronaldo getsin, həm istəyirdim Modric getməsin. Messi abi. Keynə otursunlar, dursunlar, təşəkkür eləsinlər. Keynin nə bilim İngiltərədə heykəlini qoysunlar. Amma biz ruhla oynadıq burada. Yəni biz o qara torpaqlardan döyüşkən ruhla bura gəldik. Elə axtarırlar ki, elə bir Messi üstündə qaçaqmalçılıqla nəsə keçirdəcək, bir 10 bin, 15 bin dollar orada bir xeyri olacaq. Hər vaxtınız xeyir. Bugün görürsünüz artıq Emin yenə mənim qonağımdır və Emin Argentina formasında, mən də Portuqaliya formasında geyinib gəlmişik. Sadəcə Portuqaliyanın qarşısına biraz güclü rəqib çıxıb, Mania var Emin. İspaniya çıxdı. Nə düşünürsən? Ümumiyyətlə necəsən? Nə fikirləşirsən? Axırıncı veriliş biraz maraqlı keçdi ikimizə görə. Sadəcə başdan xəbərdarlıq edeyim. Dostlar, şərhlərdə yazanda heç olmasa bir YouTube-dakı videomuza biraz baxın, ondan sonra fikir bildirin və bir də bir şey bildirim. Keçən videoda səhv eləmişəm, onu düzəldim. Hamımız rahatlaşın. O Messi'nin epizodu sarılıq imiş. Getdim FIFA'da araşdırdım. Həqiqətən sarılıq imiş, amma o birisi epizodlarda şübhə var. Yaxşı, çox uzatmıram. Hardan başlayaq? Belə formalarımızdan başlayaq da. Argentina, dünənki oyun möhtəşəm idi. İlk öncəliklə Cabo Verde xalqına qürurla bir dəqiqəlik bir salam vermək istəyirəm. Sağ olsun burada Cabo Verde. Şey vardı orada. Həqiqətən çox mükəmməl oynadılar. Yəni Cabral olsun, Vozinha olsun ki, Argentinalı azarkeşlər belə baxıram videolarda. Oyun başlamamışdan qabaq Vozinha ilə salamlaşırlar. Vozinha belə heyranlıq var. Yəni həqiqətən də ölkəsinə 40 yaşında belə bir performans həqiqətən də hər futbolçuya nəsib olan şey deyil. Amma Messi abi. Bir gol, 2 asist. Böcək videoları var, Tarkan videoları. Messi abi. Şeydir, deməli 2 asist elədi gün zərbəsindən və bilirsən necə nöqtə atışı elədi də gün zərbələrini. Çox mükəmməl nöqtə atışı elədi. Amma Lisandro'nun da oyunun bugün qeyd eləmək lazımdır. Lisandro Martinez birinci golun Messi asistini eləyəndə oydu və qollardan birini də vuran oydu. Lisandro Martinez çox yaxşı oyun keçirtdi bu oyun və onu deyə bilərəm ki, bir də bugün həqiqətən hücumçular əlindən gələni eləsə də əsasən Messi'dən başqa, yəni hücumçu olaraq yaxşı performans ortaya qoyan yox idi. Yarım müdafiəmiz çox yaxşı idi, amma onsuz bütün komanda istəyir ki, Messi ön plana çıxsın. Bəli, amma ondan da əlavə bu oyun Martinez'i deyənmərəm Emiliano'nu, amma müdafiəçilər çox yaxşı oynadı həqiqətən. Romero'dakı iki müdafiəçinin ikisi də qol vurdu. Cabo Verde'nin ikinci qolu və məncə yəni Cabral ilk 5-ə girər də, yəni Dünya Kubokunun ilk 5-ə girər. Ən yaxşı qolları birincisinə də adaydı. Sadəcə Cabo Verde'də bir şey diqqətimi çəkdi. Oyundan sonra oyunçular heyfsdən, yəni ağlayan oyunçu 2-3 dənə idi, biri də Cabral idi. Cabral Mert Müldirə oxşada bilər onu. Bu oyun çox fokuslanmışdı oyuna. Amma qalan oyunçularda üzündən şey oxunurdu ki, ayda biz Argentinaya keçə bildik, keçildik. Bir dənə qol olsa bəlkə keçmişdi. Şeyi var da, heç biri ağlamadı. Yəni Cabo Verde kimi ölkə üçün böyük qürurdur. Balaca bir ölkənin gəlib Messi ilə, ümumiyyətlə Argentina ilə belə bir oyun oynamağı, oyunu bu səviyyəyə gətirməyi həqiqətən sürpriz idi. Yəni heç kimin gözləməyəcəyi bir nəticə idi. Onlar artıq məncə elə kuboku udmuş kimi bir şeylər də. Cabo Verde tam deyə bilmirəm. Cabotdur desən ya Cobodur. Yeşil burun anaları. Yaşıl burun anaları. Cabo Verde Dünya Kubokunun məncə sahibi. Könüllərin qalibi. Qəlbimizi oğurladılar da bir növ futbol sayəsində. Həqiqətən çox mükəmməl oyun keçirdilər. Yəqin ki, bu turnirdən sonra Vozinyanı bilmirəm, Ərəbistana zada gedib oradan pul qopardı. 40 yaşı var da, Vozinya da bundan sonra keçməz. Gedər Ərəbistana bir illik, məsələn, 15 milyon takipçisi var. Adına görə, reklam olsun deyə də forma satışları adına görə, Vozinyanı ərəblər, Çinlilər falan belə ala bilər. Bu oyundan bundan sonra diqqət mərkəzində olacaq. Əsas bu Dünya Kubokunda danışılan Messi ilə Ronaldodur, amma geri planda qalan və gözümüzdən qaçan çox oyunçu var. Mbappe çox danışılmır, Kane danışılmır, Vinicius danışılmır. Onda indi biz danışarıq. Kane neynədir? Kane İngiltərənin comeback-inə səbəb oldu da. Yəni Kongoya da bu arada keçmiş olsun deyə Kongo, Demokratik Kongo. Kane'in ikinci qolu necə idi bax? Kane'in də ikinci qolu ilk 10 arasına girə bilər. Çox qəşəng qol idi. Bu yay öyrəndik ki, Rashfordun yerinə niyə Gordonu alıb Barselona. Onu görmüş olduq.
Rashford həqiqətən ilk hissəni çox Sözüm bərbad ondadır da. keçirdi. Məsələn, bizim fokuslanmışıq ümumi olaraq bütün dünya fokuslanıb Messi ilə Ronaldoya. Amma Mbappe-ni danışmırıq. Niyə danışmırıq? Mbappe-nin başımıra Oliseni də danışmırıq. Olise də danışmırıq. Olise 250 milyon real verməyə hazırdır. Mən biraz yalan söhbətlərə oxşayır. 250 milyon. Şurası da dünyanın aktiv formda 3 oyuncusundan biri də Olise. Mən ən bəyəndiyim hal-hazırda 250 4-cü, 5-ci oyuncu. Neymara 222 verməkdənsə indi Oliseni 250-yə verib Neymar ala bilərsən. vaxtında o qiyməti eləyir də, zədələnəndən sonra Neymar artıq oldu elə belə. Amma yenə də Avropalı futbolçudur. Orta, yəni zədələnmə falan həmişə daimi oynayır. Ona görə də məntiqli deyil. Buraxmaz onu Olise. Həm Senegal oyununda, həm yəni bəzi oyunlarda Oliseni görürük ki, buraxmazlar Oliseni. Satılmaz. Ümumi olaraq bütün futbolçular da öz komandalarında çox başqa bir səviyyədədirlər də. Yəni aşağı səviyyədə gələn oyunçular Dünya Kubokunda parladı da sözün əsl mənasında da. Əslində o oyun seçmək kimi görsənə bilər, amma yəni necə deyək, keçən dəfəki verişdə də dedik də, milli formanın ağırlığı başqa olur. Orada insan istər-istəməz türklərə də deyirlər. Paragvay məsələn məşqçisidir, Nagelsmanndır, Almaniyadır. Hamısı böyük kurslarda yetişən o şeylərdir, amma biz ruhla oynadıq burada. Yəni biz o qara torpaqlardan döyüşkən ruhla bura gəldik ki, sensasiya da elədi. Paragvay keçdi. Paragvay dedin, indi Paragvay oynayır Fransa ilə və mənim düşüncəmə görə Fransa finala qədər gedəcək və hətta çempion olma ehtimalı da var. Paragvay Fransa ilə dirəşə bilməz. Dirəşə. Yəni müdafiə sıx yatsalar bəlkə uzada bilərlər. Müdafiəyə sıx yatsalar da. Avropa futbolu biraz şeydir də, yəni başqa yolları yoxdur Paragvayın sıx müdafiə deyirsən, müdafiə sıx yatsalar da onda Dembele, Olise, Mbappe-ni saxlamaq. Mən də onu deyirəm, deyil, oyunun açarı bu kimi komandaları açmağın üçün Mbappe, Olise, Dembele kimi oyunçulara ehtiyacın var. O da səndə Çerki belə əsas heyətdə deyil. Yəni onu da oyuna salsan daha böyük şeylər olar. Dembele görə Norveç oyunda nə elədi? Möhtəşəm çox başqa oynadı. Paragvayın Fransa qarşısında şansını çox görmürəm. Düzdür, qol vuracaq, bəlkə də uzatmalara apara bilər Paragvay. Çünki yenə deyirəm, sürpriz komandalardan bir ölkələrdən biri Paragvay. Əvvəllər müdafiə trendi üçlü müdafiə, beşli müdafiə idi. İndi baxırıq ki, sıx 4-4-2 artıq daha kompakt müdafiə oyununa uyğundur dünya futbolunda. Yəni Fransanın müdafiəsi, məsələn Fransanın orta sahəsi, hücumu mükəmməl olsa da, müdafiəsində biraz boşluqlar tapmaq mümkün olar ölkələrdən biridir. Kunde nətər keçdi məsələn. Paragvay məncə Fransanın müdafiəsində boşluqlar tapa bilər, uzatmalara belə getmə ehtimalı var. Hətta penaltilər belə gözləyirəm də Paragvay-Fransa oyunundan. Bu cütün qalibi də Kanada-Mərakeş cütünün qalibi olacaq. Burada Mərakeş favoritdir məncə. Mərakeş çox 100% favoritdir. Niderlanda qarşı çox yaxşı oynadılar. Koman bu oyundan sonra istefa verdi. İşte bu turnir həm necə deyirlər, qoca futbolçuların karyerasını bitirməsi ilə bir də bu məşqçi istefaları ilə yadda qalacaq. Koeman əslində mənə çox uyğun olmasa da, nə oyun tərzinə bir Barcelona kimi deyirəm, amma milli komanda taktikası daha yatkın olsa da görmüş olduq ki, Afrika komandaları artıq Avropa komandaları ilə uyğunlaşıb və Mərakeş həqiqətən də çox möhtəşəm oyun oynadı. Bono qapıçı taktikası, qurtarışları möhtəşəm idi. Dünyada artıq onun yəni heç tullanmadan ayaq üstünə belə eləməyə artıq bütün dünyada hamını edir ki, bu özəl bir trikdir. Oradan da öz səviyyəsini göstərdi. Yəni Mərakeş keçən dünya kubokunda da, orada da düzdür. Oradakı oyunçuların bəziləri indi komandada olmasa da, indiki oyunçular da məsələn Boatip 18 yaşında onu dedik, onu izləməyə alın. Başqa o yeni oyunçular da gəlir. Portuqaliya, İspaniya. Hə, gəldi Portuqaliya, İspaniya. Portuqaliya, İspaniya. Portuqaliya bax belə deyim də, Portuqaliyanın son oyunu oldu. Hə, mən də onu deyəcəkdim. Portuqaliyanın son oyunu oldu Xorvatiya ilə. Heç o oyunda mən bilmədim ki, pis olum yoxsa sevinim. Həm istəyirdim ki, Ronaldo keçsin, həm istəyirdim Modric getməsin. Yəni Modricin ümumiyyətlə dünya futbolunda və mən belə deyim də, qəlbimdə bir başqa yeri var. Modric mənə görə yəni ilk orta sahə oyunçularında ilk 5 top 5 oyunçulardan biridir və hal-hazırda 40 neçə yaşı var və bu oyunda bu mövsümü möhtəşəm keçirdi. Möhtəşəm oynadı, həqiqətən çox mükəmməl oynadı. Bir tərəfdən Portuqaliya Xorvatiya oyununda bütün futbol azarkeşləri həm sevindi, həm kədərləndi Modricə görə, amma layiq olan keçdi. Ronaldo bir penaltidən qol vurdu, bir ofsayta düşən qolu çox qəşəngdir. Ofsaytda səhv eləmirəmsə o yuxarıdan gələn topu saxladı, qapısının çiyninin üzərinə aşırtma. Çox mükəmməl bir qol idi. Heyf ki, ofsayt oldu. Burada da Portuqaliya, İspaniya. Biraz Portuqaliyanın qabağına dişli rəqib çıxdı axır ki. Dişli rəqib çıxdı. İspaniyaya qarşı biraz şanslar Portuqaliyada pisdir. İspaniya əslində şansı pis deyil, çünki bu son UEFA Millətlər Liqasında Portuqaliya, İspaniyanı
bütər də olsa keçməyə bacardı. Bitər də olsa da, məsələ orada bir təhər də olsa. Yenə bitər eləyə bilər. Avropa futboludur. 120 dəqiqə yat müdafiə, sonra elə penalti. Sənin favoritin kimdir Portuqaliya İspaniya cütündə? Bilmirəm də. İspaniya günündə olsa əlbəttə ki, İspaniya. İspaniyada amma turnirin əvvəlindən bəri nəsə tam o deyildi, amma Avropa çempionu olan İspaniya, məsələn, ilk oyunundan deyirdim ki, bu komanda çempion olacaq Avropa Avro 2024-dəki elə də oldu. Çünki məşqçilər də yəni tam milli komandalıq məşqçidir. Ən aşağı yaş qruplarından yuxarıya qalxıb bu atmosferləri bilir. Amma Martinez də yəni heç saymaq olmaz. Belçika ilə dünya üçüncülüyü var. Yəni biraz çətindir, amma əgər İspaniya günündə olsa Portuqaliyaya şans verməyəcək. Amma Portuqaliya artıq Ronaldo'nun da o Dünya Kuboku həsrəti biraz da alovlansa, finala qədər yolu var Portuqaliyanın. Qəlbim Ronaldo inandı. İnşallah ki, finala qədər gedib çempionda olar. İspaniya demişkən Kukureya nə edir? Kukureya heç nə. Kukureya bizə biraz şey gəlirdi. Amma yəni Real yaxşı yerə belə oxunaqda düz ondan vurdu da hədəfə. Barcelona akademiyasının şeyləri də oyunçu yetişdirmək. Mən Kukureyanı çox əvvəl belə baxmırdım. Real Madrid alandan sonra belə araşdırmağa başladım. Mən baxırdım əslində Brightondan bəri izləyirdim. Hətta Barcelonadan bəri izləyirdim. Chelsea 60 milyona gedirdi, deyirdi niyə belə baha. İndi görürsən ki, niyə belə baha. İspaniyanın oyununa baxanda artıq Kukureyanın doğrudan da Reala layiq Reala layiq oyunçu olduğunu mən artıq təsdiqləyirəm özümə görə və Realda da inanıram ki, İspaniyada oynadığı kimi oynasa, biraz belə bilirsən necədir? Marcelo stili də deyil, belə fərqli bir stili var. Nə Marcelo'dur, nə bilim, nə günümüz futboluna uyğundur deyə bilərik. Başqa bir şey də. Sən dediyin tip məsələn əvvəlki tipləri idi də, ancaq hücuma gedən stabil oyunçudur. Nəsə belə şey yox, aldatmağı çox yoxdur. Belə çox şey yox, beyni var belə. Oyunu oxuyur, çox başqa bir stil var. Futbolu ilə ancaq bunları tələb elədiyi üçün Kukureyada tam onluq olmuş. Doğrudan da Reala yaraşan oyunçudur. Burada da Portuqaliya İspaniyada mən ürəyim Ronaldo inandı. İnanıram ki, Portuqaliya İspaniyanı keçər, çətin də olsa keçər, finala qədər gedər. Ronaldo'nu biz o kuboku görərik Ronaldo'nun əlində. O sevinci Ronaldo'nun əlində mən görmək istəyirəm. O kuboku əlində görmək istəyirəm. Həmin cütün qalibi də burada ABŞ Belçika cütünün qalibi ilə oynayacaq. Amerika Bosna oyunu qabağı biraz riskə getdi. Orada bir jurnalist, bir də azarkeşlər deyir, Bosna heç xəritədə tapa bilmir. Əslində o təhqir deyil, Amerika xalqı ümumiyyətlə coğrafi bilgilər olaraq ümumiyyətlə çox zəifdirlər. Çünki bilirdi, onu bilərək dedi. Yox, bilərək dedi. Ümumiyyətlə Amerika azarkeşdən başımır. Amerika coğrafiyası, yəni Amerika biraz egoist ölkədir. Dünyanın ən böyük əraziləri, hər şey səndə olanda, yəni o birisi dünya ilə niyə maraqlanasan ki, bütün dünya sənə gəldi. Amerikanın bir abırsılığı oldu ki, nə coğrafiya bilgiləri zəifdir. Oyunçular 5 saat axtarırlar. Messi axtarmaq olmur. Mənə bir şey qəribə gəldi. Yəni Messi Miami'də oynayır da. Yəni Tanısan da orada oynayır. Lap deyək ki, bu terroristin böyüyüdür da, yəni. Lap deyək ki. Miami'də oynayır da, Beckham o boyda bunu gətirtmək üçün özünü öldürdü. Yəni Miami'nin oyunçuları hələ Trump'ı getdi ziyarət elədi. Yəni niyə axtarırsan? Yox, elə axtarırlar ki, elə bir Messi üstündə qaçaqmalçılıqla nəsə keçirdəcək, bir 10 bin, 15 bin dollar orada bir xeyri olacaq. Messi'nin buna ehtiyacı var. Yəni Messi'ni niyə axtarırsan ki? Yəni Messi istəsə bütün MLS-i də ala bilər. Sən demiş Amerikada oynayır, plus da bu Messi'dir də. Yəni Trumpla belə görüşürsən. Niyə axtarırsan da? Mən o videonu görəndə əvvəl dedim süni intellekti. Dedim ola bilməz. Zaten Messi axtarmazlar. Çünki bir ara Trumpa bir dənə qəşəng süni intellekt videosu düzəltmişlər. Xəstəzad dedim axtarmazlar da. Yəni dedim Messini də axtarmazlar. Sonra gördüm yox bu süni intellekt elə. Əməl başda Messini otuzdururlar, detektorla belə axtarırlar. Messi də gülür. Elə bir Messi üstündə nəsə gətirəcək bir deyəcək ki, əslində şey telefon gətirmişəm də gizlin yolla. Gəl bunu sataq 3-4 min qabağı şeydə. Yəni bu ehtiyacı var Messi. Bir sərhədlərdə əslində Amerikan problemləri var, ona görə belə eləyir, amma nə əlaqədə, yəni futbolçuları belə yoxlayasansa, ümumiyyətlə keçirtməlidir. Kaş süni intellekt videosu olardı, onu yəni real olmazsa görməzdik bu şeyi. Meksikaya baxıb biraz turnir necə keçirilir, oradan öyrənərsinlər. Həm 1986 düz üstündən neçə illər keçsə də, həm də indiki turnir. Meksikadan, Kanadadan yemənəm, amma Meksikadan baxıb bir turnir necə keçirilir, öyrənə bilərlər. Və burada Belçika biraz Kurtağadan çox yaxşı olacaq. Kurtağadan amma Senegal da güc bəla keçdilər son dəqiqə. Amma Senegal həqiqətən də yəni hayf uduzdular. Mən əslində Senegalı da biraz simpatiyam var. Bu son Afrika kubokundan sonra. Yəni rəsmiyyətdə Mərakeşin adı keçsə də biz gördük ki, Senegal da yəni
önəmsənəcək bir rəqibdir. Bu Amma dünya çempionatında Afrika ölkələri öz sözünü dedi. Avropa ölkələri artıq getdi. Çoxsu çıxa bilməsə də bu yerə qədər, amma öz sözünü də Çünki oyunda mükəmməl artıq oynayırdı. bütün komandalar Avropalaşa bilir, oyunçular Avropada yetişib Afrikaya gəlir. Artıq normaldır belə hallar. ABŞ Belçikada favoritimiz mənə görə ABŞ keçəcək. ABŞ keçəcək bu. Deyə bilmərəm biraz. ABŞ-ın Amma başqa Belçikanın da baş məşqçisi mənə heç ləzzət eləmir də. Rudi Garcia, yəni heç Martinez yenə şükürlü idi də. Rudi Garcia nə edə bilər? ABŞ finala getsə təəccüblənmə. Bax bu sözü burada deyirəm. ABŞ finala getsə təəccüblənmə. Mən də. Çünki Pochettino çox düzgün sistemli komanda idi. Burada əslində biz Pochettino'nun təməlini biz əslində elə Uruguayın çökmüş sistemindəki baş məşqçi olan Bielsa'ya çevirmək olar. Çünki Bielsa bugünkü futbolumuzun həqiqətən ən böyük simalarındandır. Yəni oradan öyrəndikləri ilə artıq Uruguay keçə bilməsə də Bielsa qalsa da ona Bielsa çökmüşdüyü deyirlər. Amerika yəni sistemi çox yaxşıdır, yəni tam İngiltərə temposunda oynaya bilir oyunçular. O çox yaxşıdır. 10 nəfər qalmalarına rəğmən Boston kimi komandanı rahatlıqla keçməyə onu göstərir ki, finalda olmasa, üçüncü də ola bilər Amerika. Görək, amma Amerikanı biz finalda görə bilərik, yəni təəccüblənməyin. Braziliya, Norveç gəlir. Braziliya. Yaponiya da yenə keçmiş olsun deyək. Yaponiya çox yaxşı oyun oynadı. Yaponiya onsuz hər turnir belədir. 2018-dən bəri görməyə alışırıq. Yaponiya ümumiyyətlə hər dəfə öz sözünü deyib. Həm azarkeşləri ilə, həm məşqçisi ilə, həm oyun stili ilə. Mən keçən videoda demişdim. Yaponiya həqiqətən, mən keçən videoda Yaponiya haqqında danışmışam. Bəzi kommentlərdə oxuyuram ki, məni düzgün başa düşməyiblər. Mən demirəm ki, Yaponlar mükəmməl futbol oynayır. Sadəcə onların dəqiqliyindən mən danışmaq istəmişəm. Sistemdə ağılla oynayır bu insanlar. Fiziki gücü olmasa da, uzunluğu olmasalar da, 15-20 il vaxt bəli, bunlar taktika bilir. Futbol taktikasını bilir, onu demək istəyirəm. Yəni Braziliya burada favorit idi. Yəni Yaponiya neynəsin? Yox, əslində Braziliyada əslində biraz təcrübə sayəsində keçdi, o ayrı məsələ. Heç də təcrübə başqa. Yaponiya amma yaxşı, hər turnirə belədir. Onsuz gəlirlər favoritlərdə uduzurlar. Amma bizə mükəmməl. O da normal olan şeydir. Mən o boyutda yəni Braziliya uduzmusan, məşqçi belə çıxıb üzr istəyir xalqınızdan ki, sizdən üzr istəyir. Amma yəni eləyəcəyim bu. Məncə halal olsun. Mən Yaponları yaxından tanıyıram çünki ixtisasım olub da. Mən Yaponşuna olmuşam. Yapon çox dostum, tanışım, yəni olub da, yəni universitet vaxtında. Yəni Yapon milləti qədər başqa unikal mən millət tanımıram həqiqətən. Onların üzr istəmə görsən, dəfələrlə üzr istəyirlər, nə bilim çıxır xalqdan üzr istəyir. Bunlar öz mədəniyyətini hörmət üzərinə qurublar və futbola da yansıdırlar bunu. Bu bəzi xalqlara qəribə gəlir, insanlara ki, bunlar niyə bu qədər dəfələrlə üzr istəyir və s. Ya bu insanlar belədir. Nə olsun futboldur? Bunların coğrafiya mədəniyyəti budur, coğrafiya. Və belə ölkələr, Afrika ölkələridir, Asiya ölkələridir, dünya kubokuna maraq qatır. Bunlar olmasaydı həqiqətən də çox sıxıcı olardı mənə görə dünya kuboku. Amma azarkeşlər dedim bir şey yadıma düşdü. Oyundan sonra bütün hər oyun videoları olur, hep stadion yığışdırdılar zaten. Yorumlara çox Yaponiyalı xanım yazıb ki, bunların belə görsəndiyinə baxmayın. Bunlar onsuz o görsənmək üçün belə edirlər, evdə heç bir özlərini tərpətmir. Amma Yaponlar çox yaxşı danışdı, biraz da mənfi deyək ki, ürəyimizdə. Amma Yaponların təhsil sistemində belə bir şey var ki, ibtidai sinifdə məktəbdə xadimə olmur. Uşaqlar özü siniflərini təmizləyir. Bax təmizlikləri oradan gəlir ki, onlar da stadionu belə təmizləyirlər. Mədəniyyət söhbətidir. Bizdə biz birinci sinifdə biz görürük stolun üstündə. Partalar yazılır. Çox keçməyə mövzudan kənar. Braziliya, Norveçdə favoritin Braziliya. Braziliyadır, amma Norveç biraz çətinliyə sala bilər, amma Fransa ilə oyunda gördük ki, o qədər də biraz yəni Norveç. Amma Norveç uzun illərdən sonra belə turnirdə iştirak eləməyi, Haalandın o turnirlərdə iştirak eləməməyin acığın çıxması, Norveçin də azarkeşləri çox möhtəşəm idi. Həqiqətən də Times meydanında Norveçlilər səs salır. Bax belə bir şey deyil. Braziliyada yükü üstünə götürəcək çox oyunçu var da. Məsələn, Vinicius, amma Norveçdən kimi birinci Haaland ağlınıza gəlir və təkcə Haalandın üzərindəymiş kimi yük görünür. Yəni Braziliyanın bir tərəfdən şansı ordadır ki, yükü üzərinə götürəcək, hər an parlaya biləcək ulduzu çoxdur. Amma Norveç deyəndə hamı Haalandı fikirləşdiyinə görə Haaland biraz üzərində baskını hiss eləyəcək, yoxsa doğrudan da oyunda mükəmməl bir performans göstərəcək, bundan çox şey yapsın. Hələ ki, Haaland sınaqdan keçib yaxşı oynayır bu turnir. Təbii ki, yaxşı oynayır. Turnir Messi, Mbappe, Haaland üzərində artıq yarışmıyor. Kane'ə otursunlar, dursunlar, təşəkkür eləsinlər. Kane'in nə bilim İngiltərədə heykəlini qoysunlar ki, Kane oyunu çevirdi. Hal-hazırda Meksikaya rəqib elədi İngiltərəni və ayaq üstə saxladı. Həqiqətən Kane çox nə bilim top zirvə oyunçudur. Yəni 9 mənə görə Benzema'dan sonra ən qəşəng 9 nömrədir. Benzema çata bilməz mənə görə, amma hal-hazırda dünya kubokunun
ən mükəmməl 9 nömrəsidir. Bu əslində bu oyunun arxa planına baxsaq, əslində Tucheldə səhvlər var. Nə səhv var orada? Mövsüm dedim, çaşdım. Turnirin əvvəli tənqid olundu ki, sürpriz sehir eləyə biləcək oyunçular seçmədi. Foden olsun, Palmer olsun, bu oyunçular məsələn indi Başqa bir sistem var idi onun ağlında. Hətta iş orasıdır da. Laf deyək ki, bu oyunçular bu mövsümü yaxşı keçirtməyib, sən deyəndi. Morgan Gibbs var idi, amma bu mövsüm çox möhtəşəm idi. Həm Nottingham Forest-in Premier Liqası olsun, Avropa Liqası olsun yaxşı idi. Yəni belə sehir eləyə biləcək oyunçular görürük ki, mütləq bugünkü futbolda lazımdır. Messi Argentinada, Fransada çoxdur. Cherki, Olise, nə bilim Mbappé'nin özü də center forwarddır, amma yenə də sehir eləyə biləcək oyunçudur. Nə bilim, yəni bu oyunçular sənə lazımdır da ki, bu oyunda Kongoya az qalsın uduzurdu. Mən o deyirəm də. Yəni düzdür, əslində o Məşqçinin də təcrübəsindən qazandılar. O dəyişiklik Gordon oyuna girməyi. Biraz o effektiv oldu. Amma Kane həqiqətən də yəni həm hücumçudan istəmədiyin şeyləri belə eləyə bilir. Məsələn, Bayerndə onu gördük. Kompaniya onu həqiqətən çox yaxşı idarə edir. Müdafiəyə gəlir, müdafiədən oyun qurur, hücuma dəstək verir. Onun sayəsində Olise ilə Diaz yaxşı gedir. İngiltərə millisində də həmçinin Kane'in ikinci qolunu hər oyunçu vura bilməz. Necə o dəqiq vurdu, o sürətlə vurdu və keçdi vurdu. Yəni Kane'in o ikinci qolunu həqiqətən hər oyunçu vura bilməz. Burada da favoritimiz İngiltərədir mənə görə. Meksika amma Meksikada. Meksika indi biz Amerikaya dediyə favorit. Burada da Meksika. Amma əslində Meksikadır da. Meksikaya əgər ki öz oyununa, öz stadionlarında öz oyunlarını oynasalar, bəlkə də Amerikaya dediyim üçüncülüyü Meksika üçün şamil eləmək olar. Meksika çox dünya ölkələrindən, dünya ölkələri, ev sahibi ölkələrindən biri ikinci, üçüncüdür. O 100%-dir mənə görə. Yəni Kanadanı deyənmərəm, amma Meksika həqiqətən çox yaxşı komanda. Ev sahiblərindən biri ikinci, üçüncü uzun zamandan sonra deyəcəm əslində 2018-də də yaxşı oynamışdı komanda, amma indiki komanda daha sistemli, daha yaxşıdır. Məncə hələ ki bu iki komandadan məncə asıl favorit İngiltərədir, amma Meksika sürpriz rahat eləyə bilər. Hələ belə İngiltərəyə qarşı. Argentina, Misir, Avstraliya ümumiyyətlə Misir qarşısında məğlub oldu və burada səhv nə idi? Penaltilərə getdi oyun. Avstraliya götürdü, ilk penaltini də müdafiəçiyə verdi, son kritik penaltinin birini də müdafiəçiyə verdi və ikisi də eyni küncə vurdu, eyni formada topu qırağa vurdu. Son penaltisi Avstraliyanın dirəyə idi. İlk penaltisi də dirəyin üstündən çölə çıxdı və Misir qarşısında penaltilərdə uduzdular. Yəni sən niyə ilk penaltini mərkəz müdafiəçisidir, səhv etmirəmsə, yanıla bilərəm. Mərkəz müdafiəçisinə verəsən. Mən deyəcəm. Adını ya unutmuşam. Onda ilk penaltini ona verdilər. Yəni niyə müdafiəçiyə ilk penaltini verirsən və yaxşı deyil ilk penaltini verdin. Kritik olan son penaltini niyə müdafiəçiyə verirsən? Niyə şeydə Almaniya Paragvay oyunundakı kimi də o üstünə məsuliyyəti üstünə götürmək istəyən oyunçular başım bırax. O oyunçular üstünə tap penaltını atdı. Yox, Neuerin sayəsində çevrildi də, biraz da uzandı penaltilər. Amma yəni burada səhv eləyən kim oldu? Oyunçular. Üstünə, yəni belə kritik anlarda, yəni sənin məsuliyyəti üstünə götürəcək oyunçuların olmalıdır. Məşq eləmirlər də. Hə də, o da var. Bax, mən Misir məsələn heç olmasa son dəqiqə bir dənə açdı. Ryan'ın penaltılarına baxdı, gör nə var, nə yox. Amma mən Avstraliya məncə o oyuna penalti məşqi eləmədən çıxmışdı. Belə oradan bilinir də. Yəni necə belə bərbad məncə də çünki ən yaxşı müdafiə oyunun komanda sənsən və penaltiləri oyuna aparsansa, aparma fikrin varsa, ən azından məşq eləməz. Cabo Verde'də sırf Argentinaya xüsusi hazırlaşıb çıxmışdır da. Orada adam-adama müdafiə olunurlar da demək olar. Misir də eyni sistemi baxıb, yəni Cabo Verde'dən bir növ dərs götürüb Argentinanı çətinə sala bilər. Demirəm, amma favorit deyil, məncə də Argentina keçəcək. Amma Argentinada milli komandada, yəni Scaloni möhtəşəm iş görür. Misir Argentinanı çətinə salacaq. Yəni Misir taktika hazırlıq edib gəlsə Scaloni heç hazırlaşmayıb çıxmamağa ehtimalı yoxdur da. Bunlar neçə yoxdur, amma bir-birinin taktikasını da bilmirsən. Yəni 2000 neçənci ildən bəri bu komandadadır. Bir sistem qoyub ortaya və yenə dediyim kimi o Latin Amerika ölkələrindən o sıx adam-adama, vəhşi kimi oynamağı ki, həqiqətən biz baxırıq ki, Argentina vəhşi kimi oynayır. Yəni Misir amma biraz daha texniki, zərif oyunçulardan ibarətdir. 100% bu Argentina-Misir oyununda Messinin bir 2 qol olacağını görürəm. Çünki Misirin müdafiəsini keçmək Messi üçün çox asan olacaq deyə düşünürəm və burada da artıq Messi öz qolunu vurub liderliyə, qol krallığına oynamaq üçün çox böyük şansı var Argentina-Misir oyununda və Messidən də qol gözləyirəm. Son olaraq İsveçrə, Kolumbiya. Burada aşkar favorit mənə görə Kolumbiyanı görürəm nəsə. İsveçrəni də əslində heç saymaq olmaz. Avropa komandalar içərisində yenə
Avstriyaya bənzər bir komandadır. Biraz ondan daha yaxşıdır məncə. Yəni sistemi çox yaxşıdır. Komandanın oyunçuları yaxşıdır. Kobeli olsun, Akanji, nə bilim Embolo arada bir çıxır ortaya nəsə eləyir. Çox ulduzları yoxdur, amma sistem komandasıdır. Tam oyun, amma Kolumbiyada da, yəni Kolumbiya məsələn son Copa Amerikanın finalistidir. Yəni çox yaxşı komandaları var. Bahacıyıq. Yəni bu oyun mənə biraz sanki uzatmalara da gedə bilər. İki tərəf də sıx müdafiə oyunu. Sıx müdafiə oyunu oynayır. Burada Kolumbiya keçər məncə, Argentinada. Yəni İsveçrə Kolumbiya oyununda deyə bilərik ki, yəni iki komandadan hansı xəta eləsə ki, futbolda belə oyunda xəta 1 saniyəlik xəta hər şey bərabərdir. Belə, artıq biz yavaş-yavaş finala doğru demək olar ki, gedirik. Qalan ölkələr çox güclü rəqiblər, çox güclü ölkələr qalıb və buradan da bu qarşıdakı oyunlardan artıq demək olar ki, yavaş-yavaş finalistləri biz görəcəyik. Təxmini olaraq kimin finalist olacağını hər kəs öz beynində aydınlaşdıracaq. Bu gün biz ümumi olaraq müzakirələr apardıq. Hansı ölkələrin şansı var, hansı ölkənin şansı yoxdur, kim qalib gələr, nə bilim kim uduzar. Eminin favoriti Argentinadır, mənim də favoritim Portuqaliya. Hər iki ölkəyə də uğurlar arzu edirik. Emin, son olaraq bizim izləyicilərimizə nə sözün var, nə fikrin var? Son olaraq dostlar, yarğısız infaz eləməyin bizə, verilişə mütləq tam şəkildə baxın. Ən azından həyatınızdan bir 20 dəqiqə uğurladığımıza dəyəcək məncə. Biz ayrılmıyor. Son olaraq dəvətiniz üçün təşəkkür edirəm. Yenidən burada sizi görmək xoşdur. Növbəti verilişdə alınsa görüşərik. Görüşəcəyik yenə. Allah bomba kimi. Son olaraq da səhifəni izləmədə qalın. Görürük sosial mediada həqiqətən də pozitiv qarşılıqlar, düzdür, mənfi də var, amma onlara fikir vermə. Yox, həmişə mənfi fikir olur. Heç nə. Səhifəni izləmədə qalın, videonu bəyənin, paylaşın. Bizim üçün çox vacibdir. Növbəti bölümlərdə görüşənədək sağ olun. Görüşərik. Sağ olun, özünüzdən müğayət olun. Növbəti verilişlərdə görüşərik.